Yalan məlumatdır, xəstə idim, böyrək daşı pристop tutub, bütün gün müalicədə olmuşam. Mediada bugün tanınmış nəğməkar şair Vüqar Əhmədin saxlanılması xəbəri yayılıb. Məsələ ilə bağlı Vüqar Əhməd açıqlama verib. Məni kim saxlaya bilər? Prezidentim var, dövlətim var, polisim var, prokurorum var, Vilayət Eyvazov var, baş prokuror var. Mən neyləmişəm? Xalqıma xidmət eləmişəm əsərlərimlə. Alim adamam, şair adamam və bütün jurnalistlər halal olsun. Mənə görə ki, bu qədər narahat oldular, mənə dünyanı verdilər. Milli Şuranın üzvü sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib. Bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, bugün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub. Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy miqrasiya mərkəzinə gətirilib. 3 gün öncə isə saxlanıldığı Arnavutköy geri göndərmə mərkəzindən çıxarılaraq Çatalca miqrasiya mərkəzinə aparılıb.